Herkese salam. İncivriya Talks'un 2026-cı ilin ilk buraxılışındayım. Bugün bizim qonağımız bundan əvvəl biz anons verdiyimiz kimi Adilə xanım Başayevadır. Həm vəkil, həm hüquqşünas, həm tələbə hal-hazırda magistrant, həm də keçmişdə hakimdir. Adilə xanım, xoş gördük sizi. Hoş gördük. Teşekkür ederim dəvətinizə görə. Teşekkür ederim. Adilə xanım, bildiyim qədərilə siz Birmingham Universitetində hal-hazırda magistrantsınız. Eyni zamanda Hüquq Fakültəsinin Bakı Dövlət Universitetinin hüquqşünası, yəni Hüquq Fakültəsinin məzunusuz, hüquqşünas vəkilsiniz və keçmişdə də hakim olmusunuz. Çox maraqlı belə bir dolğun mən elə gəlir ki, karyeranız var və mənə şəxsən özümə maraqlıdır ki, bax bütün bu pillələrin arxasında, yəni bir keçmiş bütün bu pillələri necə bir hüquqşünas dayanır? Mən deyərdim ki, məsuliyyətli. Məsuliyyətli çünki dediyiniz kimi biraz fərqli olub, hakim olmuşam, sonra hal-hazırda vəkillər kollegiyasını üzrəyəm və eyni zamanda da magistr təhsili alıram, tələbə sayılıram. Mənim üçün ümumiyyətlə heç bir zaman statusun, hansı statusdasan, hansı yerdəsən, hansı tərəfdəsən, ondan asılı olmayaraq məsuliyyətli. Yəni hansı işi görsənsə, orada çox məsuliyyətli yanaşmalısan. Maksimal dərəcədə mükəmməl etməyə çalışıram gördüyüm hər bir işi. Hətta indi tələbəyəm, mən heç vaxt o fikirlə oxumuram ki, həm mən hakim olmuşam, mən bunu bilirəm. Xeyr, əksinə başqalarından daha çox, digər tələbələrdən də daha çox məsuliyyət verməyə çalışıram. Hətta tələbəlik illərində də hal-hazırda. Çox gözəl. Adilə xanım, 7 il hakimlik dövrü. Bax, sizi bir hakim olaraq ən çox məhkəmə zalında insanlıqla bağlı təəccübləndirən nə oldu? Əslində məni ən çox təəccübləndirən bir şey bu hakimlik dövründən də əlavə 15 il məhkəmə sistemində işləmişəm. Mən əvvəl məhkəmə iclas katibi olmuşam və insanlarda görüb negativ tərəfdən təəccübləndiyim, haçansa çox doğma, çox yaxın, dost, yaxın qohum, hətta bir ailə olan insanların məhkəmədə bir-birinə qarşı tərəf olmağı, onların bir-birinə qarşı indi düşmən mövqeyində durmağı məni çox təəccübləndirirdi, çox da təsirləndirirdi ki... Adilə xanım, hakimlikdən sonra Birmingham Universiteti yenidən tələbəlik, belə deyək də dövrü başlayıb sizdə. Sizcə bu geri addımdır, yoxsa karyeranızda yeni bir mərhələdir? Yox, heç bir halda bunu geri addım kimi görmürəm. Hətta mən bunu bir misal üzərindən sizə danışacağam. Mən ilk gün universitetə gedəndə biz yeni ölkəyə köçmüşük və ilk günlərdə biz buradayıq. Mən artıq fiziki dərslərə başlayıram. Həmin gün mən paylaşmaq istədim bunu Instagram səhifəmdə, şəxsi profilimdə dostlarımla. Hər gün paylaşım edən biri deyiləm, onu da deyim. Və bu şəkil qoyanda yadımdadır, mən düşündüm ki, mən bunun altında necə açıqlama verim ki, mən magistratura, tələbə, insanlar da çaşqınlıq yarana bilər. Və mən belə bir cümlə yazdım. Hakimlik, hündürdə yerləşən hakim masasının, hakim kürsüsündən tələbə masasında oturmağın həyəcanı var bugün. Həqiqətən də yazanda baxdım ki, necə özümü doğru ifadə etmişəm. O gün özümü bir tələbə kimi hər şeyi, yeniliklərə açıq, yəni yeni şeylər öyrənəcəm, başqa bir qədər sahədə ixtisaslaşacağım. Bu mənə görə inkişafdır. İnsan heç bir... Məncə, insan ömrü boyu öz üzərində inkişaf, yəni öz inkişafı ilə məşğul olmalıdır. Yəni ömrü boyu insan gərək həm oxumalıdır, həm inkişaf etməlidir, həm dünya görüşü dəyişir insanın illər keçdikcə. Ona görə mənə elə gəlir ki, sizin üçün bu yeni bir mərhələ qismində buna baxmaq olar da, yeni bir mərhələyə siz addım atmışsınız. Bu çox gözəl. Yaxşı, bəs mövzunuz nədir orada? Yəni seçdiyiniz mövzu? Mübahisələrin alternativ həlli, arbitraj. Arbitraj.
Mənə belə bir məni həmişə bu maraqlandırır. Əslində siz bilirsiniz ki, İnciliyə həm hüquq jurnalı kimi fəaliyyət göstərib, həm də ki, hal-hazırda hüquq platformasıdır. Və bu məni hər zaman maraqlandırıb ki, xaricdə fəaliyyət göstərən hüquqşünasla Azərbaycanda fəaliyyət göstərən hüquqşünas fərqi yoxdur. Vəkildir, hüquqşünasdır. Fərqi nədir sizcə? Mən öz baxışımdan deyə bilərəm ki, xaricdə, yəni beynəlxalq hüquqşünas müqayisəsi eləyə bilərəm. Əslində belə bir onların arasında beynəlxalq hüquqşünas və ya Azərbaycanda və yaxud hansısa başqa ölkədə yerli hüquqşünas arasında bir səviyyə fərqi əslində deməzdim var. Amma onları fərqləndirən deyərdim ki, iki şey sadalaya bilərəm. Birincisi odur ki, Azərbaycanda və yaxud hansısa bir ölkədə işləyən hüquqşünas yalnız praktiki öz yerli hüquq sistemi üzrə inkişaf etməli olur. Bu, yəni, belə də olmalıdır əslində. Bu hüquqşünasın işlədiyi sahə budur. Beynəlxalq hüquqşünas isə artıq vəziyyətə görə təbii ki, bir neçə hüquq sistemini dərindən bilməlidir, müqayisəli şəkildə onları tətbiq etməlidir. Bu əsas onları ayıran, yəni onların işlədiyi, çalışdığı mühitin tələb etdiyi nədirsə, o da onların arasında fərq. Və ikinci bir şey, hansı ki, mən bunu əvvəl Azərbaycanda görmürdüm, amma indi artıq görməyə başladım, ixtisaslaşma. Yəqin ki, siz də fikir vermişsiniz ki, məsələn, Azərbaycanda əvvəl hüquqşünasın ixtisaslaşması bir qədər çox da yox idi. Çünki məsələn, məhkəmələrdə hakim sayları az idi. Bir hakim bütün işlərə baxmalı olurdu. Həm mülki, həm cinayət, həm hamısına. Amma indi bir qədər bizdə də hakim sayına görə ixtisaslaşma var. Məsələn, bir hakim mülki sahədədir, digər hakim cinayətlər. Bu çox gözəldir. Eyni şey vəkillərə də aiddir. Məndən məsələn tez-tez soruşurlar ki, bəli, hansı vergi işi məsələn üzrə hansı, bəli, bu üzrə çox gözəl peşəkar vəkillərimiz var, intibati işlər üzrə və s. və ilaxır. Bu əvvəl bizdə yox idi və indi çox sevinirəm ki, məsələn, beynəlxalq hüquqşünaslar necə ki, həmişə bir ixtisas üzrə adətən özlərini inkişaf elətdirirlər, müqayisəli hüquq sistemlərinə uyğun o profil üzrə ixtisaslaşırlar. Bəli, bu fərq idi, amma bu fərqi də məncə biz yavaş-yavaş aradan qaldırıb, bu çox gözəl bir şeydir. Adil Xanbay qeyd elədiniz ki, sizin mövzunuz, magistr mövzunuz mübahisələrin həllidir. Bugün Azərbaycanda bilirsiniz ki, arbitrajla bağlı yeni bir mərhələ başlayıbdır və mənə belə bir sual həmişə maraqlandırır ki, sizcə Azərbaycan müəyyən vaxtdan sonra beynəlxalq bir nöqtəyə çevriləcək, yoxsa buna bizə illər tələb olunacaq? Bəli, mənim bu məsələyə yanaşmam çox optimist yanaşmam bu məsələyə. Çünki artıq biz bu yolun başlanğıcında olsaq da bir çox addımlar atılıb, hansılar ki, çox gözəl başlanğıcdır. Elə bizim arbitraj haqqında 2024-cü ildə qüvvəyə minən arbitraj haqqında qanunun model qanuna uyğun olması, yəni model qanunu yəqin ki, bilirsiniz, beynəlxalq arbitrajın vahid təcrübəsini formalaşdıran aktdır. Bizim arbitraj qanunu da həmin akta uyğundur. Çox peşəkar hüquqşünaslar var ki, mən baxıram, onlar arbitraj üzrə ixtisaslaşmağa başlayıblar. Məsələn, vəkillər üçün mütəmadi olaraq təlimlər keçirilir. Çox gözəl addımlar atılır, dediyim kimi. Və inkişafı da ki, görürəm, bəli, mən şəxsən öz baxışımdan baxanda, bəli, arbitraj maraq yaradan sahədir, çox geniş sahədir və çox maraqlıdır. Bu əgər inkişaf etsə, məhkəmələrin də işi ki, azalmış olacaq, bəli. Gəlin belə, sadəcə bir misalla gəlin, sizə misal gəlin, siz böyük bir şirkətin rəhbərisiniz. Bir müqavilə bağlayırsınız və işiniz görürsünüz ki, bir problem yaranır işinizdə. Siz bugün məhkəməyə müraciət edirsiniz, yoxsa arbitraja? Maraqlı sualdır, çünki bəli, məhkəmədə işləmişəm illərindən. Arbitraj mənim üçün yeni bir sahədir. Mən əlbəttə ki, düşünərdim, çünki bilirsiniz, məhkəmənin əlbəttə ki,
müsbət tərəfləri odur ki, dövlət nəzarəti prosesdə təbii ki, daha güclüdür. Məcbur etmə təsirləri var ki, onlar məhkəmədə daha güclüdür. Ümumiyyətlə arbitrajda demək olar ki, o yoxdur. Amma arbitrajın əsas üstünlüyü hal-hazırda mənə elə gəlir ki, əsas üstünlüyü hansına görə ki, yəqin ki, mən hal-hazırda arbitraj seçərdim, seçim hüququnun olması. Ümumiyyətlə, seçim həmişə hər şeydə çox gözəldir bir hesabçı. Və arbitrajda təsəvvür edin ki, sizin işinizə baxacaq hakimi seçə bilirsiniz, işinizin hansı dildə aparılacağını seçə bilirsiniz, hansı hüquq sistemini tətbiq olacağını seçə bilirsiniz. Və bu insanda bir növ rahatlıq yaradır ki, həm bizim işimizə bu arbitr baxacaq, kifayət qədər məsələn peşəkar və s. və ilaxır. Yəni seçim məncə arbitrajın ən özəl üstünlüyüdür. Ona görə də yəqin ki, arbitraj seçərəm. Bəli. Bugün siz həm vəkilsiz. Bilirəm ki, vəkillər kollegiyası üzrəsiniz. Eyni zamanda hüquqşünas, hüquq fakültəsi məzunusuz. Bugün də artıq belə deyək də beynəlxalq tələbəsi və yəni xaricdə oxuyursunuz. Sizcə Azərbaycan müəyyən vaxtdan sonra demirəm indi regional hüquq və arbitraj mərkəzinə çevriləcək? Niyə də yox? Çevrilə bilər. Çevrilə bilər. Bu bir növ bayaq cavablandırdığım sualın davamı kimi səslənər yəqin ki. Bilirsiniz, etimad qazanmalıdır. Arbitraj əgər dediyim qaydada inkişaf edərsə, peşəkar arbitrlər yaranarsa, məhkəmənin burada təsirini qeyd etmək istəyirəm ki, məhkəmə dəstək verici rol oynamalıdır arbitraja. Bunlar qətiyyən rəqib kimi yox, əksinə məhkəmənin arbitraja dəstəyi olmalıdır ki, arbitraja inam yaransın, bu arbitraj mədəniyyəti formalaşsın. Bu olduqdan sonra mənə elə gəlir ki, bilirsiniz, Azərbaycanın coğrafi və iqtisadi mövqeyi buna çox rahat imkan verir. Bu ola bilər, bəli. Bu düzgün mədəniyyətin formalaşmasından və etimadın qazanmasından asılı olaraq həyata keçə bilər. Ümid eləyək ki, nə vaxtsa bu olacaq. İnşallah, mən də ümid edirəm və inanıram buna. Adil xanım, demək olar ki, suallarımızın sonuna gəldik. Mən belə bir sual vermək istəyirəm sizə. Bir cümlə ilə mənə sadəcə cavab verin bunu. Sizə belə bir sual gəlsə ki, Adilə Başayeva kimdir? Özüm haqqında buna cavab vermək biraz düşündürücüdür. Çox qısa cavab verməli olsam, yəqin ki, belə cavab verərəm. Hər zaman, hər yerdə, hər bir iş görərkən fərqi yoxdur. Məişətdə, işdə, hakim kimi, tələbə kimi. Ədaləti axtaran, ədalətin bərqərar olmasını istəyən bir hüquqşünas, bir insan. Yəni, hər bir işdə mənim üçün ilk növbədə odur ki, hər bir şeydə ədalət olsun. Yəqin ki, bu təsadüfi deyil ki, mənim adım Adilədir. Təşəkkür edirəm Adilə. Mən təşəkkür edirəm. Qısa olaraq bizim suallarımızı cavablandırdınız. Amma mənə elə gəlir ki, çox maraqlı cavablandırdınız. Injuria Talks'daydıq və gələn həftə bizim yeni qonağımız var. Bizimlə qalın.